Əziz məzunlar, hörmətli valideynlər, dəyərli müəllimlər, hörmətli qonaqlar, hər birinizi UNEK-in 2026-cı il məzun günündə salamlayıram. Bugün 6091 tələbəmiz UNEK-dən məzun olur. Bu il ilk dəfə UNEK məzun gününə UNEK Zaqatala filialının məzunlarını da dəvət etmişik. Axı bu il UNEK Zaqatala filialının 10 ili tamam olur. Əziz məzunlar, dəyərli valideynlər, əziz müəllimlər, mən ilk növbədə bu şərəfli və qürurverici gün münasibəti ilə sizin hər birinizi ürəkdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram. Əziz məzunlar, bugün mən sizə təhsildən, iqtisadiyyatdan danışmayacağam. Mən idarə etmədən danışmayacağam. Universitet reytingindən, süni intellektdən, rəqəmsallaşmadan da danışmayacağam bugün. Çünki bugün fərqli gündür. Və bugün mən sizə artıq həm də həmkarlarımıza çevrilmiş məzunlarımıza həyatın özü haqqında danışmaq istəyirəm. Bugün bura gələndə düşündüm, görəsən bu zalda ən həyəcanlı insanlar kim olacaq? Məzunlar, valideynlər, yoxsa müəllimlər? Bu suala cavab axtararkən özüm öz sualıma da cavab tapdım. Ən həyəcanlı insanlar yəqin ki, valideynlərdir. Çünki onlar yaxşı bilirlər ki, universitet bitir, amma övlad üçün narahatlıq heç vaxt bitmir. Əziz valideynlər, bugün təbriklərin ən böyüyü sizə düşür. Çünki bu diplomların görünməyən ikinci sahibi sizsiniz. Gecələr oyaq qalan siz oldunuz, dua edən də siz oldunuz. İlk uğura sevinən, ilk uğursuzluqla təsəlli verən də siz oldunuz. Əziz məzunlar, mən sizin hər birinizdən xahiş edirəm. Ayaq üstə valideynlərimizi gürültülü alqışlarla salamlayaq. Sağ olun, gözünüz aydın olsun, əziz valideynlər. Təşəkkür edirəm, əziz məzunlar. Əziz məzunlar, indi isə sizə bir sual vermək istəyirəm. Cavab verməyinizə ehtiyac yoxdur, sadəcə ürəyinizdə cavablandırın. Universitetə qəbul olduğunuz ilk günü xatırlayırsınızmı? Kiminsə əlində qəbul kağızı var idi. Kiminsə gözündə sevinç, kiminsə isə qorxu. Yeni dost tapa biləcəyəmmi? İmtahanlardan keçəcəyəmmi? Mən universitetə hazırammı kimi suallar sizi çox həyəcanlandırırdı. İndi həmin insanlara, yəni özünüzə baxın. Burada oturan məzunlar artıq həmin o insanlar deyil. Çünki siz dəyişmisiniz, çox dəyişmisiniz. Bunu bəlkə özünüz hiss etmirsiniz, amma valideynləriniz hiss edir. Sizi tanıyanlar, qohum-əqraba hiss edir. Müəllimləriniz də hiss edir. Universitetin ən böyük işi də məhz insanı dəyişməklə onun özünü formalaşdırılmasıdır. Mən də inanıram ki, UNEK sizi dəyişdi, UNEK sizi daha güclü etdi. İnanın, 4 il əvvəl UNEK-ə qəbul olan insanla bugün məzun olan insan eyni deyil. Bəli, siz tamamilə fərqlisiniz. Əziz məzunlar, həyatda çox ağıllı insanlar görəcəksiniz. Çox savadlı insanlar görəcəksiniz, çox varlı insanlar görəcəksiniz, amma ən qiymətli insanlar başqa insanlardır. Süni intellekt çox şeyi əvəz edəcək, hesabat yazacaq, kod yazacaq, tərcümə edəcək, təhlil aparacaq, amma vicdanı heç vaxt proqramlaşdırmaq mümkün olmayacaq. Mərhəməti heç bir alqoritm yaratmayacaq. Ləyaqəti heç bir robot öyrənməyəcək. İnsanlığı yalnız və yalnız insan yaşada biləcək. Buna görə gələcəyin ən böyük üstünlüyü böyük mənəviyyət, yüksək mənəviyyət olacaq.
Mən sizdən xahiş edirəm. Heç vaxt uğurunuzu maaşla ölçməyin. Maaş artır, maaş azalır, şirkətlər bağlanır, vəzifələr dəyişir, amma insani dəyərlər ömür boyu qalır. Əziz məzunlar, bugün məzun olursunuz. Artıq auditoriyalarda dərslər və sonda imtahan olmayacaq. Amma sabah həyat sizi yeni və çoxlu sayda yeni imtahanlara çəkəcək. Orada test olmayacaq. Variantlar olmayacaq. Orada yalnız qərarlar olacaq. Bəzən çətin qərarlar, bəzən də çox çətin qərarlar, bəzən tək qalacağınız qərarlar. Əminəm ki, məhz həmin anlarda UNEK-də öyrəndikləriniz sizə yol göstərəcək. Mən UNEK-ə hər gün gələndə, sizi görəndə düşünürdüm ki, sizlərin arasında gələcəyin naziri də, alimi də, sahibkarı da, müəllimi də, ixtiraçısı da, hətta rektoru da var. Amma bugün sizə baxanda düşünürəm ki, Azərbaycanın gələcəyi qarşımda oturub və bu böyük ümiddir. Bəli, bugün siz məzun olmaqla həm də ümidə çevrilirsiniz. Valideynlərinizin ümidinə, müəllimlərinizin ümidinə və şübhəsiz ki, UNEK-in ümidinə, Azərbaycanın ümidinə də çevrilirsiniz bugündən. Və heç vaxt unutmayın, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı Azərbaycanın gələcəyi gənclərin əlindədir ifadəsi sizə verilən ən böyük dəyər, göstərilən ən böyük etimad, bəslənilən ən böyük ümiddir. Mən sizə inanıram. Əziz məzunlar, indi isə sonda sizdən bir xahişim var və bu xahişim son xahişimdir. 10 il sonra, 20 il sonra UNEK-ə qaydanda, qapıdan içəri girəndə qoy hamı desin, bu UNEK məzunudur. Və bu həm də etibarlığın, ziyalılığın, vətən sevgisinin, peşəkarlığın və dürüstlüyün sinoniminə çevrilsin. Bu mənim ən böyük arzumdur. Sizə böyük uğurlar arzulayıram. Qoy yolunuz biliklə işıqlansın, vətən sevgisi ilə ucalsın və hər dəfə mən UNEK məzunuyam deyəndə bunu fəxrlə deyil. Çünki UNEK sizi məzun etdi. Amma bundan sonra UNEK-in adını sizlər, məhz məzunlar yaşadacaqsınız. Bugün siz 6091 gənc yalnız universiteti bitirmirsiniz. Bugün 691 yeni tarix yazmağa yola düşürsünüz. Mən əminəm ki, yazacağınız tarix çox uğurlu olacaq. Yolunuz açıq olsun. Gələcəyiniz parlaq olsun. Allah sizi, valideynlərinizi, Azərbaycanımızı qorusun. Gününüz mübarək, əziz məzunlar.